Ey qardaşlarım, ey bacılarım, ey cavanlar, ümmətin həqiqətən baxırsan ki, sizə ehtiyacı var. Çalışın, cühd edin, çalışqan olun, öyrənin, oxuyun, əzbərləyin, ümmətin sələfinə baxın. Siz bu dinin yardımçıları olmalısınız. Bidət, şəhvətlər, bidətlər, azğınlıqlar, zəlalətlər baş alıb gedir. Və elə bilməyin ki, bu nə vaxtsa bitəcək. Ta qiyamət gününə qədər arta davam edəcək. Hər gələn gün əvvəlkindən daha şərli olacaq. Ona görə ümmətin sizə ehtiyacı var. Allahın dininin sizə ehtiyacı var. Allahın dininə yardımcı olmaq üçün çalışın. Allahın dinini öyrənin qardaşlar. Öyrədin. Bidətlərin qarşısında lay divar kimi dayanın. İzin verməyin bu ümməti zəlalətə salsınlar. Şeytani şübhələrlə. Ümmətin sələfinə baxın. Gecələr yuxusuz qalanlar, dünyadan nəsibi olmayanlar, əlini üzənlər, imtina edənlər, dünyaya talaq verənlər, ailə uşağından uzaq düşənlər, bu yolda canından keçənlər, can verənlər, ömrünü, cavanlıqlarını, qocalıqlarını fəda edənlər. Ona görə də Allahın dinini öyrənin qardaşlar. Çalışın Allahın dininə yardım edin. Dünyadakı cənnətə daxil olun. Dünyadakı cənnət nədir? Allahın dinini öyrənmək. Bu dini insanlara çatdırmaq. Nə qədər bunu eləyəcəksiniz, həm dünyada da insanlar içərisində, həm də ən əhəmiyyətlisi və bizim üçün ən umduğumuz bir şey, Allah qatında şərəfli, izzətli olacaqsınız. Bəli, Allah Teala sizləri və bizləri müvəffəq etsin.